Ötən il ərzində ölkə iqtisadiyyatında sabitlik qorunub saxlanılıb, maliyyə ehtiyatları artıb, əsas makroiqtisadi göstəricilər müsbət dinamika nümayiş etdirib. Valyuta ehtiyatlarının 80 milyard dollardan artıq olması uzunmüddətli iqtisadi siyasətin nəticəsidir. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb. Bugün ümumi daxili məhsulumuzun cəmi 6,3%-ni təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100%-dir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstəliyir və təsadüfi deyil ki, dünyanın aparıcı reyting agentlikləri Azərbaycanın kredit reytingini qaldırıblar. İnvestisiya reytingi, müsbət reytingi səviyyəsinə qaldırıblar. Xarici borcun ümumdaxili məhsulda payının aşağı səviyyədə olması Azərbaycanın maliyyə təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu göstərir. Qlobal iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə bu göstəricilər ölkə iqtisadiyyatının möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir. Əldə olunan iqtisadi imkanlar isə sosial layihələrin icrasına yönəldilir. Biz böyük qayıdış proqramını uğurla icra edirik və bugün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. 32 kənd, qəsəbə və şəhərdə keçmiş köçkünlər yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır. Sen de yumruğu maşallah yaptın. Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına və regionların inkişafına xidmət edir. Sosial-iqtisadi sabitlik Azərbaycanın beynəlxalq mövqelərini də gücləndirir. Enerji siyasəti, nəqliyyat imkanları və iqtisadi potensial ölkəni etibarlı tərəfdaşa çevirib. Prezident İlham Əliyevin xalqa müraciəti bir daha göstərdi ki, iqtisadi sabitlik, sosial rifah və milli birlik Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətləridir. Ötən ilin nəticələri 2026-cı ildə də sosial-iqtisadi inkişaf üçün möhkəm zəminin mövcud olduğunu təsdiqləyir. Əntiqə Fərəcova, Könül Məmmədova, ASTV Xəbər.